Kızlar necəsiz? Bugün sizlə bu evi təmizləyəcəyik inşallah. Görürsüz nə haldadır. Belə. Saat 3'dür, paşdı demək olar. Mən indi durmuşam yuxudan. Birinci stolun üstünü yığışdırım. Sonra keçirəm otağa. Və qızlar, hər kəs günorta yeməyini yeyir. Mən isə sadəcə çay içirəm, keçirəm işimin başına. Çünki dünən sizə söz verdim ki, canlıda sabah ev yığışdıracağım və vlog çəkəcəm. Və hər kəs də dedi ki, hə, çək paylaş, maraqlı olacaq, izləyəcəyik. Yorumlarda da bundan neçənci dəfədir görürəm ki, hamı tanışlıq vlogu istəyir. Bu videoda da istəyirəm sizə necə tanış olduğumuzu danışım mən sizə. Deməli qızlar, 2 il bundan əvvəl mən tələbə idim. Bakıya yeni gəlmişdim və çox çətin dönəmlərdən keçirdim. Yəqin tələbə olanlar anlayır və iş axtarırdım. Eyni zamanda da psixoloq yanına getmişdim həmin günü. Və psixoloq seansından çıxanda cibimdə sadəcə və sadəcə 5 manat pul qalmışdı mənim. Və orada da Azərloteriyalar var. Hər kəs pozur qazanır. Dedim bəxtimi sınayım da. Bəlkə bu 5 manat 10 manat eləyə bildi. Və qızlar, cibimdəki son 5 manatla getdim Azərloteriyadan, kupon aldım, pozdum və heç bir şey uda bilmədim. Çox məyus oldum, pis oldum ki, son 5 manatımı da belə uduzdum. Ailəmə də necə deyəcəm bilmirəm. O vaxtlarda qorxurdum belə şeylərdən. Çox da cəsarətli biri deyildim o vaxtlar. Və o zaman da sizin yeznəniz məndən qarşılaşdı və o da eyni yerdə pozurdu. Və mənə dedi ki, söhbət elədik. Mənə dedi ki, gəl sənə bir nömrə verim. Mən nömrəylə işləyirəm. Dedim, hə, nə yaxşı, 5 manatımı uduzdum. Heç olmasa bir nömrə qazandım. Və daha sonra bu nömrəni götürdüm. Sən demə, o zaman onun məndən xoşu gəlir və o nömrəni verib mənə, sonra necə deyim, mənə yazmağa başladı və mən də dedim ki, mən iş axtarıram da belə. Və mənə iş təklif elədi yanında və daha sonra mən onun yanında işləməyə başladım. Hələ bu vaxta qədər mən başa düşmürdüm. Mən elə bilirdim xoş niyyətindən eləyir. Sən demə məndən xoşu gəlirmiş, ona görə eləyib. Yəni nömrəmi almaq üçün bilib ki, nömrəmi verməyəcəm və o metoddan əl atıb və bunu mənə də necə müddət sonra dedi. Dəfələr deyil də müddət sonra mənə dedi. Sonra biz başladıq eyni yerdə işləməyə. Daha sonra və aramızda münasibət başladı. Üstündən 1 il keçdi. Mən ayrılmaq qərarını aldım. Yəni qorxurdum evlilikdən, çox qorxurdum mən əvvəllər. Düşünürdüm ki, evlənəndən sonra hər şey dəyişəcək, subaylığımızdakı kimi olmayacaq. Biz çox bir yerdə vaxt keçirdirdik də, hədsiz dərəcədə. Sadəcə evə yatmağa gedirdik. Səhər oyanırdım, dərsə gedirdim, dərsdən çıxırdım, bütün iş günü bir yerdə olurduq. İşdən sonra da gedirdik, əylənirdik və daha sonra evə gedirdim. Yəni bütün günümüz belə keçirdi. Hətta dominoya belə bir yerdə gedirdik. Bir-birimizdən ayrı bir qurtum su belə içmirdik. Bir-birimiz o qədər bağlıydıq. Və daha sonra mən ayrılmaq qərarı alandan sonra bu isə evlənmək qərarı aldı. Və bir anda gördüm ki, öz qohumları ilə bizə elçi gəliblər, tanışlığa gəliblər və mənim atam Rusiyada yaşayır. Və zəng vurub mənim atamla belə danışıb. Qızlar, burada daha sonra bunu deyim ki, mən evdən təcili çıxmalı oldum və mağazinləri gəzdim. Bunları da sizin üçün vlogladım. İçi fındıqlı, püstəli, belə xurma, üzümlü diyor, xurma deyil. Burada var. Bunu çox sevirəm də, mən çox qəşəngdir. Qızlar, Rival'ın bu highlighterlarını çox sevdim. Gül fasonunda olan. Əslində almağı düşündüm, sonra fikirləşdim ki, yox, gedim işlərimin dalıyca. Əslində burada bekar değildim də. Aykanı gözləyirdim, bizə gələcəkdi və mən də Cəmi tərəfdəydim. Gəldi, birləşdik, evə getdik. Daha sonra təmizliyimi saxladım. Sabah eləyəcəm təmizliyimi. Yəni əslində elə bir iş qalmayıb. Sadəcə yerləri uborka eləyəcəm. Bəlkə robot tostlarla elədim, ya özüm elədim. Ki, mətbəxdəki xalçanı götürmək istəyirəm. Və qızlar, burada da məhsulları sizə göstərirəm. Boş-boş vaxt itirirdim. Dedim sizin üçün çəkim, görün. Çox gözəl endirimlər var Olivia'da da, Rossmanda da. Mənim ən sevdiyim Rossmandır. Və burada qızlar, Chupa Chups'un ilk dəfə idi ki, belə məhsullarını gördüm. Əslində almaq istədim.
Niyə almadım bilmirəm. İndi oturub fikirləşirəm ki, kaş alardım. Sizin üçün də maraqlı olardı məncə. Gəldim evə, samavar qoyuram. Qonağım var. Samavarım qaynasın, çay içim, başlayım işlərimin davamına. Ya da sabaha saxlayacağam, bilmirəm. Və burada da ləzzətli samavar çayımızdan içib keçirəm yemək bişirməyə. Evdə qonağım var, hər iki oturmuşuq, tadımdan ısırdıram. Var yumuşam qalıb, sonra bir də kartuşka da qızartmışam. Kotlet də eləyəcəm, bu gün kimi evdəndi qalıb. Bir də pomidor qızardacağım. Kotlet pişirəm indi. Biberlər də belə qızardacağım. Nasıl pişsin. Qablar dedi olmaları. Bunu söylədim. Birazdan oranı təmizləyəcəm. Mən ne deyirlər ona, rəqliyəm çox xoşuma gəlmir. Nifrət edirəm onu. Nə bir təmizləsəm də baxam. Görürsünüz buralarını. Buranı görüm neyle təmizləyirəm. Bak qəşəng yağış yağdı. Hava çox qəşəngdir də. Bu evlərin işıqları yanmır. Çox vahiməli görünür. Belə. Gedirəm evə. Qızlar, bura belədir. Bu köynəyi də götürəcəm. Bunu da təmizləyib. Buranı görün necə qəşəng yudum təmizlədim. Bu qıraqdakı ləkələrin hamısı getdi. Hamısını parıllatdım. İndi bu qabları silim, yığım yerinə. Gedim yatım. Qızlar, mətbəximin son halı belə. Bunu da qəşəng sildim. Burada yemək bişirəndə burası sıçrayır. Bunu əslində yeri baxın buradır. Sadəcə bura tok çəkilməyib deyə. Bu hələ ki burada qalacaq. Qızlar, onu da deyim ki, o qədər qəşəng şeydir ki, baxın burada rejimləri var. Məsələn, gecə ilıq su istəyirsinizsə, uşaq varsa, simes hazırlamaq üçün falan çox qəşəngdir. Burada dərəcələr də var və gün boyu eyni dərəcədə saxlayır. Mən həmişə 90-da saxlayıram bunu. Və qızlar, bizim tanışlığımız da belə olub. Necə oldu? Bəyəndinizsə səhifəmi izləməyi unutmayın.